Important things believers must know. Azerbaijani language. Vəftizçi Yəhya anası və atası hamısı müqəddəs ruhla doldu. Yəhya ana bətnindən belə müqəddəs ruhla doldu. Luka 1, 16, 17 O, İsrail övladlarının çoxunu öz Allahı Rəbbə tərəf döndərəcək. 17 O, İlyasın ruhu və qüdrəti ilə onun hüzuruna gedəcək ki, ataların qəlbini övladlara, itaatsizləri isə Salihin müdrikliyinə yönəltsin, Rəbb üçün hazırlanmış xalq hazırlasın. Sual: Vəftizçi Yəhya kimi qüdrətli bir insanın İsrail üçün Allah qarşısında tapşırığını dəyişdirəcəyinə və başqa millətləri vəftiz edəcəyinə inanırsınızmı? Xeyr. Vəftizçi Yəhya 5 kitabda izah etdi. Matta, Mark, Luka, Yəhya və həvarilərin işləri İsa'nın ondan daha güclü olduğunu. O, su ilə vəftiz edəcəyini, İsa'nın da müqəddəs ruhla vəftiz edəcəyini söylədi. İsa müqəddəs ruhla vəftiz olundu və eyni zamanda həm fiziki, həm də mənəvi salihliyi yerinə yetirdi. Luka 4, 1 Sonra İsa müqəddəs ruhla doldu, Yordan çayından qayıtdı və ruh tərəfindən səhraya aparıldı. İsa'nın anası Məryəm yuxarı otaqda ruhla doldu. Həvarilərin işləri 1, 13, 14 Onlar içəri girdikdən sonra qaldıqları yuxarı otağa çıxdılar. Peter, Yaqub, Yəhya və Andrey, Filip və Tomas, Bartolomey və Matey, Alfeyin oğlu Yaqub və Zelot Şimon və Yaqubun oğlu Yahuda. 14 Hamısı qadınlarla, İsa'nın anası Məryəmlə və onun qardaşları ilə yekdilliklə dua və yalvarırdılar. Həvarilərin işləri 2, 1, 4 50-ci gün bayramı tam gələndə hamısı bir yerdə idi. 2 birdən göydən güclü külək kimi bir səs gəldi və onların oturduğu bütün evi doldurdu. 3 onda onlara od kimi bölünmüş dillər göründü və hər birinin üstündə bir nəfər oturdu. 4 Onların hamısı müqəddəs ruhla doldu və ruhun onlara verdiyi kimi başqa dillərdə danışmağa başladılar. Qeydlər müqəddəs ruhla vəftiz olundular və dillərdə danışaraq müqəddəs ruhla doldular. Sual: Mənbələrə nə olub? Bütün xristianların və müqəddəslərin öldürülməsi. Pul, güc və nəzarətə görə pis fiziki salih möminlər öz şəxsi mənfəətləri üçün ruhani salih möminləri öldürdülər. Deyəsən, keşişlər və liderlər mənbələrin düşdüyü çətin vəziyyəti başa düşmürlər. İşlər Allahın əmri ilə edilir. Əmr Allahdan İsa'ya və İsa'dan şagirdlərədir. Matta 28, 19-da şagirdlərə tapşırığın verilməsinin səbəbi budur. Ona görə də gedin və bütün millətləri ata, oğul və müqəddəs ruhun adı ilə vəftiz edərək şagird hazırlayın. Yəhya 20, 21 İsa yenə onlara dedi: Sizə salam olsun. Ata məni göndərdiyi kimi mən də sizi göndərirəm. Şagirdlərlə xristianlarla söhbət. İsa Məsih və müqəddəslər adlanan şagirdlərini göndərir. Həvarilərin işləri 11, 26-da şagird xristiandır və şagirdlər ilk dəfə Antakiyada xristian adlandırıldılar. Beləliklə, siz deyə bilərsiniz ki, yalnız xristianlar və müqəddəslər möminlərə həqiqəti öyrədə bilərlər, çünki onlar həqiqət ruhuna malik olanlardır. Luka 8, 9, 10 Sonra şagirdləri ondan soruşdular: Bu məsəl nə deməkdir? 10 O dedi: Allahın padşahlığının sirlərini bilmək sizə verilmişdir. Qalanlarına isə məsəllərlə verilmişdir ki, baxıb görməsinlər, eşidib başa düşməsinlər. Xristian və müqəddəs olan millətlər 100 illər əvvəl öldürüldülər. Onlara həqiqəti öyrədən yoxdur. Bu, gülünc görünə bilər, amma həqiqətdir. Öldürüldükdən sonra məzhəblərin başlanğıcı oldu. Heç kim həqiqəti bilmədiyi üçün başladılar. Onlar insanın ruhi hissəsi haqqında heç nə bilmirdilər. Onlar yalnız fiziki ibadəti bilirdilər, buna görə də yəhudilər üçün nəzərdə tutulmuş suda vəftiz etməyə başlayırlar. Həqiqəti bilmədən pastorlar Yəhya 3, 16 ayəsi haqqında yalan məlumatlar öyrədirlər. Çünki Allah dünyanı elə sevdi ki, yeganə oğlunu verdi ki, ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun. Çoxları deyir ki, əgər günahın bağışlanmasını alsanız, əbədi həyatı alacaqsınız. Bu doğru deyil. Yəhya 3, 16 Yəhya 3, 5 ayəsinə istinad edir İsa cavab verdi: Sizə doğrusunu deyirəm, əgər kimsə sudan və ruhdan doğulmasa, Allahın padşahlığına girə bilməz. Sudan doğulmaq, Məsihin ruhunu qəbul etdiyiniz və ruhdan doğulmağınız, Allahın ruhunu və həqiqət ruhunu qəbul etdiyiniz deməkdir. Allahın padşahlığı əbədi həyatdır. Yəhya 3, 16 və Yəhya 3, 5 eyni mesajı çatdırır. Onlar əsl xristianı müəyyənləşdirirlər. Allahın padşahlığına daxil olmaq və əbədi həyata sahib olmaq üçün sizdə Məsihin ruhu, Allahın ruhu və həqiqət ruhu olmalıdır. Əslizə işığa gəlirsiniz, yoxsa zənglətdə qalırsınız?